Salam əziz dostlar, salam değerli kardeş ve bacılarım, salam değerli vətən övladları. Videorolikdə səslənən mətin Şuşamızın ədəbi Kərim Kərimlinin Ürəyimin Şüşəsi Şuşa kitabından götürülmüşdür. Bugünkü mövzumuz şəhidimiz Kərimov Haqverdi Tapdıqoğlu barəsindədir. Kərimov Haqverdi Tapdıqoğlu 1962-ci ildə Şuşa rayonunun Malbəyli kəndində doğulmuş. 1992-ci ilin fevralın 11-də orada həlak olmuşdu. 1979-cu ildə Malbəyli kənd orta məktəbini bitirmişdi. 1981-ci ildə hərbi xidmətini başa vurub doğma kəndi Malbəyliyə qayıtmış. Sonra isə Xan kəndindəki elektrotexnika zavodunda fəhlə işləmişdi. Bir müddətdən sonra zavodun plasmas sexinə briqadir təyin olunmuşdu. 1988-ci ilin əvvəllərində erməni millətçilərinin iyrənc siyasəti nəticəsində iş yerindən qovulmuş, elə o vaxtlar Malbəyli kəndində açılmış Azər Elektro İşik İstehsal Birliyinin filialında işləməyə başlamışdı. 1989-cu ildən kəndin müdafiəçilərinə qoşulmuş, müxtəlif döyüşlərdə iştirak etmişdi. 1992-ci ilin fevralın 11-də erməni işğalçı dəstələri ilə birləşmiş 366-cı Rus alayının Malbəyliyə hücumu zamanı igidliklə döyüşmüş, qəhrəmancasına həlak olmuşdu. Cəsədini döyüş meydanından götürmək mümkün olmamışdı. Hazırda həyat yoldaşı və iki övladı Bakı şəhərində yaşayırlar. Allah şəhidimizə rəhmət eləsin, torpağı nurla dolsun.